Salam. Bugün çoxlarımızı maraqlandıran bir məsələyə toxunacağıq. Deyək ki, dövlət idarələri ilə, bələdiyyələrlə bir anlaşılmazlıq yaranıb. Məhkəmədə öz hüquqlarımızı necə qoruya bilərik? Elədir. Əlimizdə də Azərbaycanın İnzibati Prosessual Məcəlləsindən bəzi çıxarışlar var. Gəlin birlikdə baxaq görək bu qaydalar, yəni sizin üçün nə kimi vacib məqamlar var burada? Bəli, çox vacib məcəllədir. Bu, əslində sizin inzibati orqanlarla, yəni dövlət qurumlarıdır, bələdiyyələrdir, onların qərarları, hərəkətləri ilə bağlı məhkəmədə necə addım atacağınızın bir yol xəritəsidir, demək olar. Maraqlıdır. Ən əsas məsələlərdən biri odur ki, hansı məhkəmə, hansı işə baxır, bu dəqiq göstərilib. Adətən belə mübahisələrə birinci instansiya kimi inzibati məhkəmələr baxır, amma bəzi xüsusi hallar var ki, Yəni istisnalar var. Bəli, bəli. Məcəllədə ayrıca fəsillərdə göstərilib, o işlərə birbaşa apellyasiya məhkəmələrində baxılır, inzibati kollegiyalarda. Aydın olur. Bəs yaxşı, konkret olaraq məhkəmədən nə istəmək olar? Yəni, hansı hallarda müraciət etmək olar sizcə? Məcəllə bir neçə, deməli, əsas iddia növü müəyyən edir. Məsələn, ən çox rast gəlinən mübahisələndirmədir. Yəni, bir idarə qərar qəbul edib, siz də onunla razı deyilsiniz, məhkəməyə müraciət edib o qərarın ləğvini və ya heç olmasa dəyişdirilməsini istəyə bilərsiniz. Başqa? Başqa, məsələn, məcbur etmə iddiası var, bu nə vaxt olur? Deyək ki, orqan sizə lazım olan bir aktı, bir sənədi verməkdən imtina edir. Ya da heç cavab vermir, hərəkətsizdir. Uzadır məsələn. Bəli, onda məhkəmədən tələb edirsiniz ki, o idarəyə həmin aktı qəbul etmək öhdəliyi qoyulsun. Deməli, ya qərarı dəyişmək, ya da orqanı nəsə etməyə məcbur etmək. Bəs hərəkətlərlə bağlı necə? Qərar yoxdur, amma hərəkət var. Ya da yoxdur. Düzdür, elə hallarda olur. Məsələn, qərar qəbulu ilə bağlı deyil, amma idarə elə bir hərəkət edir ki, sizin hüququnuzu pozur. Və ya əksinə, etməli olduğu bir işi görmür. Aha. Onda məhkəmədən tələb edə bilərsiniz ki, ya o hərəkəti etsin, ya da əksinə, o zərərli hərəkətdən çəkinsin. Bir də müəyyən etmə iddiası var. Bəzən sadəcə bir hüquqi vəziyyətin təsdiqlənməsi lazımdır və ya bir aktın etibarsız olduğunun tanınması. Bu da mümkündür. Çox aydındır bu iddia növləri. Bəs prosesin özü? Məsələn, adi mülki işlərə baxılan qaydalardan fərqli, xüsusi prinsiplər varmı bu inzibati məhkəmə icraatında? Əlbəttə var və bu əslində çox vacib bir fərqdir. Ən əsas prinsiplərdən biri işin hallarının araşdırılması prinsipi adlanır. Bu nə deməkdir? Bu deməkdir ki, məhkəmə sadəcə tərəflər nə deyir, nə sübut verir, onunla kifayətlənmir. Məhkəmə işin düzgün həlli üçün vacib olan bütün halları özü araşdırmalıdır, fəal olmalıdır. Hətta öz təşəbbüsü ilə əlavə sübutlar da toplaya bilər. Bu çox maraqlıdır. Deməli, hakim sadəcə idarə etmir prosesi, həm də bir növ təhqiqatçı kimi çıxış edir. Bu, vətəndaş üçün yaxşı bir şey kimi səslənir. Elədir. Bu, çox mühüm bir zəmanətdir. Çünki çox vaxt, yəni vətəndaşla dövlət orqanı arasında informasiya, resurs baxımından bərabərlik olmur axı. Məhkəmənin bu fəallığı bir növ o balansı qorumağa kömək edir. Bəs başqa nə kimi özəlliklər var? Digər çox mühüm məqam sübut etmə yüküdür. Yəni, kim nəyi sübut etməlidir? Mülki işlərdə əsasən hər kəs öz dediyini sübut etməlidir. Amma inzibati mübahisələrdə əksər hallarda, necə deyim, yük inzibati orqanın üzərinə düşür. Yəni, idarə sübut etməlidir ki, düz hərəkət edib. Yəni, orqan özü sübut etməlidir ki, onun qərarı və ya hərəkəti qanuna uyğundur, zəruridir. Siz isə, yəni iddia qaldıran tərəf, əsasən hüquqlarınızın pozulduğunu əsaslandırmalısınız. Bu da vətəndaşın işini xeyli yüngülləşdirər yəqin. Şübhəsiz. Bir də məhkəmənin sizə, yəni tərəfə yardım etmək vəzifəsi var. Əgər iddia ərizənizdə nəsə formal səhv varsa, tələbiniz tam aydın deyilsə, məhkəmə bunu sizə, deməli, aydınlaşdırmağa kömək etməlidir. Bu, maraqlı məqamdır. Məhkəmə həm işi özü fəal araşdırır, həm də bir tərəfə, yəni bizə kömək edir. Bəs bu, digər tərəflə, yəni inzibati orqanla bərabərlik prinsipinə necə təsir edir? Yəni, bu balans necə qorunur? Bu, əslində çox haqlı sualdır. Nəzəriyyədə və praktikada da müzakirə olunur. Qanunun məqsədi görünür, tərəflər arasında faktiki mövcud olan o qeyri-bərabərliyi aradan qaldırmaqdır.
Amma təbii ki, tətbiqdə hakimin bu rolu həddindən artıq tərəfkeşliyə çevrilməməsi çox vacibdir. Başa düşdüm. Gələk daha praktik məsələlərə. İddia qaldırmaq üçün vaxt məhdudiyyəti varmı? Çox gözləmək olmaz yəqin. Bəli, bəli, müddətlər çox önəmlidir və çox ciddidir. Ümumi qayda belədir ki, mübahisələndirmə iddiası, yəni bir qərara etiraz, o qərar sizə təqdim olunandan sonra, diqqət edin, cəmi 30 gün ərzində qaldırılmalıdır. Cəmi 30 gün. Bu çox qısadır. Bəli, çox qısadır. Ona görə diqqətli olmaq lazımdır. Gecikdiyinsə, çox ciddi səbəbin olmasa, məhkəmə baxmaya bilər. Bəs yaxşı, iddia qaldırdıq. Amma o mübahisəli qərarın icrası davam edir və bu sizə zərər vurur. Məhkəmə qərar verənə qədər onu dayandırmaq mümkündürmü? Baxın, iddia qaldırmaq özü avtomatik olaraq icranı dayandırmır. Amma siz məhkəmədən xüsusi ərizə ilə xahiş edə bilərsiniz ki, müvəqqəti müdafiə tədbiri kimi o qərarın icrası dayandırılsın. Məhkəmə nəyə əsasən qərar verir buna? Məhkəmə baxır, əgər sizin iddianızın uğurlu olma ehtimalı yüksəkdirsə və ya icranın davam etməsi sizə çox ciddi, bərpası çətin zərər vura bilərsə, maraqları müqayisə edib icranı müvəqqəti dayandıra bilər. Amma bu zəmanət deyil, məhkəmənin qərarından asılıdır. Texnologiyalar necə? Bu proseslərə kömək edirmi? Məhkəmə işləri biraz müasirləşib? Hə, bu sahədə də irəliləyişlər var. Məcəllədə elektron məhkəmə informasiya sistemindən istifadə nəzərdə tutulub, bir də video konferans əlaqə sistemi. Yəni, sənədləri elektron göndərmək olar, işin gedişatını sistem üzərindən izləmək, bəzi hallarda hətta məhkəmə iclasında uzaqdan video konferansla iştirak etmək imkanı da var. Bu, əlbəttə, işləri asanlaşdırır, daha əlçatan edir. Çox gözəl. Beləliklə, ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycanın İnzibati Prosessual Məcəlləsi dövlət orqanları ilə aranızda yaranan mübahisələrin həlli üçün əslində kifayət qədər detallı və strukturlaşdırılmış bir mexanizm təqdim edir. Xüsusilə də məhkəmənin fəal rolu, o araşdırma prinsipi və sübut etmə yükünün əsasən qarşı tərəfdə olması diqqətə layiqdir. Tamamilə doğrudur. Bunlar sizin hüquqlarınızı qorumaq üçün vacib prosessual alətlərdir. Əsas məsələ bu qaydaları bilmək, onlardan düzgün istifadə etmək və dediyim kimi, o qısa müddətlərə çox ciddi yanaşmaqdır. Sonda isə sizin üçün bir düşüncə. Baxın, dedik ki, məhkəmə işin hallarını özü fəal araşdırır. Bu, məcəllənin 12-ci maddəsidir. Digər tərəfdən 11-ci maddə tərəflərin bərabərliyindən danışır. Sizcə, praktikada məhkəmənin bu qədər fəal olması tərəflərin bərabərliyi prinsipi ilə tam olaraq necə uzlaşır? Hakim həm araşdırmacı, həm də tam bir tərəf qala bilirmi hər zaman? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.